Əraqiçidən müəmmalı bəyanat. 4 istiqamətdə hücum başladı. Tehran qərarı dəyişdi. Kanala abunə olub video bəyənməyi unutmayın. İranın Xarici İşlər Naziri Abbas Əraqçı Tehranın ABŞ ilə danışıqları bərpa etməyə razılaşdığını bildirib. Onun sözlərinə görə İran yeni müharibə riskinin qalmasına baxmayaraq dialoq imkanından istifadə etməlidir. Bununla yanaşı İran hücumlar da davam edir. Qlabin Fazla danışan Politolog Yusif Bağırzadə deyib ki, İranın Xarici İşlər Naziri Abbas Əraqçının ABŞ ilə danışıqların bərpasına hazır olduqlarını bəyan etməsi bir qədər ziddiyyətli bəyanatdır. Çünki 2 gün əvvəl İran Xarici İşlər Nazirinin müavini ölkənin ABŞ ilə anlaşma memorandumundan çıxdığını bəyan etmişdi. Amma buna baxmayaraq diplomatik dialoqa hazırlıq mesajını müsbət qiymətləndirə bilər. Onsuz da İranın da nə deməsindən asılı olmayaraq, üçüncü ölkələr vasitəsilə bu danışıqlar davam edir. Hazırki mənzərə və qarşılıqlı şəkildə verilən bəyanatlar onu göstərir ki, tərəflər eyni vaxtda həm hərbi təzyiq vasitəsilə üstünlük əldə etməyə, həm də diplomatik kanalları tam bağlamağa çalışırlar. Yəni, başqa sözlərlə, hazırki mərhələdə diplomatik və hərbi çəkindirmə paralel şəkildə işləyən iki alətə çevrilib.